Salam dəyərli müəllimlər, xoş gördük hər birinizi. İbtidai miq və sertifikasiyaya hazırlaşan müəllimlərimizə dəstək məqsədi ilə Azərbaycan dilindən yeni bir sınağın izahını təqdim edirəm. Bu tip sınaqların kanalımızda davamlı şəkildə yüklənilməsini istəyirsinizsə, videolarımızı bəyənməyi və fikirlərinizi rəylər bölməsində qeyd etməyi unutmayın. Əziz müəllimlər, hər birinizə məlumdur ki, miq və sertifikasiyada ən çox toxunulan mövzulardan biri də sintaktik təhlildir. Biz necə etməliyik ki, sintaktik təhlillə bağlı sual nümunələrini düzgün şəkildə yazaq. Əgər siz də cümlə üzvlərini dərindən mənimsəmək və cümlə üzvləri ilə bağlı düşən suallar düzgün yazmaq istəyirsinizsə, o zaman bu izahı sona qədər izləməyi unutmayın. Əvvəlcə gəlin təkrar edək. Cümlə üzvlərimiz hansılardır? Cümlə üzvləri baş üzvlər və ikinci dərəcəli üzvlər olmaqla iki yerə bölünür. Baş üzvlər cümlənin qrammatik əsasını təşkil edir, yəni mübtəda və xəbərdir. İkinci dərəcəli üzvlər isə təyin, tamamlıq və zərflikdir. Biz bilirik ki, cümlə üzvü zamanı əsas nitq hissələri cümlə üzvü olur, amma köməkçi nitq hissələri cümlə üzvü olmur. Yəni, köməkçi nitq hissələrindən bircə qoşmadır ki, qoşulduğu sözlərlə birlikdə cümlə üzvü olacaq. Qalan yerdə modal sözləri, ədatları, nidaları və yaxud da ki, bağlayıcıları görsəniz, onun üzərindən xətt çəkin. Çünki köməkçi nitq hissələri bircə qoşmanın bəzi istisnaları var ki, qoşma istisna olmaqla bunlar cümlə üzvü ola bilmir. İkinci bir məqamı nəzərinizə çatdırım ki, cümlə üzvü zamanı frazeoloji birləşmələr bir sintaktik vahid kimi götürülür. Yəni, biz frazeoloji birləşmələri parçalaya bilmərik. İsmi birləşmələrdən ikinci və üçüncü növtəyini söz birləşmələrini parçalaya bilmərik. Fe'li birləşmələri parçalaya bilmərik. İndi gəlin tətbiq edək. Mən görmüşəm, bu qürbətin dadını cümləsində tamamlıq nə ilə ifadə olunmuşdur? Deməli, mən, kim mən? Burada mən olacaq mübtəda, görmüşəm olacaq xəbər, nəyi görmüşəm? Qürbətin dadını görmüşəm. Hansı qürbətin? Bu qürbətin. Baxın, indi məndən nəyi soruşur? Tamamlığın ifadə vasitəsini soruşur. Burada tamamlıq olacaq qürbətin dadını sözü. Qürbətin yəlik haldadır, dadı mənsubiyyət. Yəliklə mənsubiyyət yanaşı gələndə nə yaradır? İsmi birləşmə yaradır. Daha aydın desək, üçüncü növtəyini söz birləşməsi yaradır. Biz də dedik ki, üçüncü növtəyini söz birləşməsi parçalanmır, bütöv bir cümlə üzvü kimi götürülür. İndi burada tamamlığın sualına cavab verən birləşmə ismi birləşmədir. Yəni, qürbətin dadını birləşməsidir. Deməli, tamamlığın ifadə vasitəsi ismi birləşmədir. Və ya digər mübtədanın ifadə vasitəsi deyəcək ki, əvəzlikdir. Və yaxud təyinin ifadə vasitəsi deyəcək ki, əvəzlikdir. Yəni, hansı sözün altından təyinin xəttini çəkirsinizsə, deməli, təyinin ifadə vasitəsi odur. Tamamlığın xəttini nəyin altından çəkdik? Loru dildə izah edirəm. Qürbətin dadını birləşməsinin altından çəkdik. Deməli, elə tamamlığın ifadə vasitəsi ismi birləşmədir. Baxaq ikinci sualın izahına. Yazdığım məktubu təzəcə almışam cümləsində təyin nə ilə ifadə olunmuşdur? Birinci sualda bizdən tamamlığın ifadə vasitəsini soruşdu. İkinci sualda da təyinin ifadə vasitəsini soruşur. Nəyi məktubu? Hansı məktubu? Yazdığın məktubu. Burada təyinin sualına cavab verən söz yazdığın sözüdür. Dıq piliusu mənsubiyyətdə fe'li sifətdir. İndi variantlardan digərlərini çıxsaq, bir A qalacaq, bir də B qalacaq. Bilmirik ki, fe'li sifət tərkibi götürək, yoxsa fe'li sifət götürək. Baxın, müəllimlər, bu olacaq fe'li sifət, yəni cavabımız B variantıdır. O zaman fe'li sifət tərkibi götürərdik ki, yazdığın sözündən əvvəl də sözləri olardı və o yazdığın sözünə tabi olardı. Bu zaman biz onları fe'li sifət tərkibi kimi götürə bilərik. Bir sözdən tərkib olmur. Bu artıq fe'li sifətdir. Cavabımız B variantıdır. Daha aydın yadda qalması üçün bir nümunə çəkin. Məsələn, oxuyan qız. Qız, hansı qız? Oxuyan qız. Burada təyin ifadə vasitəsi fe'li sifətdir. Amma desək ki, yaxşı oxuyan qız. Oxuyandan əvvəl yaxşı sözü var. Artıq iki söz birləşəndə fe'li sifət tərkibi əmələ gətirir. Qısası, fe'li sifətlə fe'li sifət tərkibi, məstərlə məstər tərkibi, fe'li bağlama ilə fe'li bağlama tərkibi eyni anlayış deyil. Bunları qarışdırmayaq.
Cavab oldu B variantı. Digər suala baxaq. Az danışmağın gözəlliyini dərk edən adam məclisdə nüfuzdan düşməz. Kim adam? Hansı adam az danışmağın gözəlliyini dərk edən? An ən nədir? Feili sifət şəkilsidir. Özündən əvvəlki sözləri artıq özünə tabi edibmi? Edib. İkinci sualda nə demişdim? Bundan əvvəlki sualda dedim özündən əvvəlkiləri özünə tabi edibsə, deməli artıq tərkib yaradıbdır. Deməli, təyinin ifadə vasitəsi feili sifət tərkibidir. Baxaq növbəti sualımızın izahına. Şahın üzünə ağ olduğum üçün məni buraya göndəriblər cümləsində zərfliyin mənaca hansı növ işlənib? Əvvəlcə onu deyim ki, zərf və zərflik eyni anlayış deyil. Zərfi morfologiya bölməsində öyrənirik, nitq hissəsidir. Zərfli isə cümlə üzvüdür. Bunları qarışdırmayaq. Məndən zərfliyin məna növünü soruşur. İlk öncə deyim ki, zərfliyin məstər deyə bir məna növü yoxdur. C variantını elə avtomatik çıxırıq. Şahın üzünə ağ olduğum üçün məni buraya göndəriblər. Buraya nədir? Olacaq yer zərfliyi. Cavabımızın biri yerdir. Niyə? Nə səbəbə məni buraya göndəriblər? Şahın üzünə ağ olduğum üçün məni buraya göndəriblər. Deməli, bu da olacaq səbəb zərfliyi. Cavabımız olur A variantı. Növbəti sualın izahına baxaq. Kişi yola düşəndə dan yeri yenicə ağarırdı cümləsindəki feili birləşmənin sintaktik vəzifəsini müəyyən edin. Nə vaxt, nə zaman kişi yola düşəndə? Anda, əndə burada nə yaradıb? Artıq tərkib yaradıbdır. Mənə deyir ki, feili birləşmənin, yəni kişi yola düşəndə feili birləşməsinin sintaktik vəzifəsini, yəni hansı cümlə üzvü olduğunu, nə vaxt, nə zaman, nəyin sualıdır? Zaman zərfliyinin. Deməli, cavabımız olacaq C variantı. Növbəti sualın izahına baxaq. Uşaqlar bağdan gül dərdilər. Altından xətt çəkilmiş söz hansı cümlə üzvüdür? Baxın, əziz müəllimlər, bütün mövzular Azərbaycan dilində bir-biri ilə əlaqəlidir. Əgər morfologiyada biz ismin halların keçəndə onu düzgün şəkildə mənimsəmisinizsə, artıq sintaktik təhlil zamanı da düzgün təhlil edəcəksiniz. Uşaqlar bağdan gül dərməyiblər. Uşaqlar bağdan gülü dəriblər. Ü nədir? Sonradan özümüzdən artırdığımıza görə qeyri-müəyyən təsirli haldır. Qeyri-müəyyən təsirli halda cümlə üzvü kimi tamamlıq funksiyasında olacaq. Cümlənin qrammatik əsasını təşkil edir, cümlənin özününü təşkil edir və cümlənin baş üzvüdür. Mübtəda və xəbər. Mübtəda baş üzvüdür, heç bir cümlə üzvündən asılı olmur, xəbər isə yalnız mübtədadan asılı olur. Cavabımız olacaq D variantı. Feili xəbərli cümləni müəyyən edin. Xəbər iki yerə bölünür. Feili xəbər, ismi xəbər. Əgər feilin təsriflənən formaları ilə ifadə olunubsa xəbər, olur feili xəbər, yox adlarla isim, sifət, say, zərf, məstər bunlarla ifadə olunubsa olacaq ismi xəbər. Sizə lüğət kitabı lazımdırmı? Baxaq, var, yox, lazım, bəs, mümkün, gərək, deyil kimi sözlər predikativ, yəni suala cavab verməyən ismi xəbərlərdir. Lazım ismi xəbərdir. Onun ən böyük arzusu qaliblər sırasında olmaqdır. Məstər ismi xəbər olur. Bu da gedəcək. Bu günlərin nə gözəl ətri var. Var ismi xəbərdir. Hətta predikativ xəbərdir. Suala cavab vermir. Ayın 3-ü idi. Bu da ismi xəbərdir. Onlar kimsəsiz uşaqlara yardım edirdilər. Etmək, eləmək, olmaq feil olduğuna görə olacaq feili xəbər. Cavabımız C variantıdır. Növbəti sualın izahına baxaq. Cümlələrin birinin xəbəri əvəzliklə ifadə olunubdur. Bu bina özəlləşdirilibdir. Özəlləş feil olacaq. O kimsəsizdir. Kimsəsiz sifət olacaq. Burada da insana deməli isimlə ifadə olunubdur. Burada da yenə də yəni xəbər əvəzliklə ifadə olunmuyubdur. Bizdən əvəzliklə ifadə olunanı soruşur. Təqsir özünüzdədir. Nə? Təqsir özünüzdədir, kimdədir? Özünüz nədir? Əvəzlikdir. Deməli, xəbər nə ilə ifadə olunub? Əvəzliklə ifadə olunubdur. Cavabımız B variantıdır. 10-cu suala, yəni sonuncu suala baxaq. Feili xəbərli cümləni müəyyən edin. Görünən həmin ev bizimdir. Əvəzlikdirsə ismi xəbərdir. Uşaqların anasıdır ismi xəbərdir. Şairdir ismi xəbərdir. Tərtəmizdir ismi xəbərdir. Nə zaman feili xəbər olur?
feil olsa. Sevirdi nədir? Feildir. Deməli, bu cümlə feili xəbərlidir. Cavab olur E variantı. Əziz müəllimlər, izahımız bu qədər. Əgər bu izahın davamını istəyirsinizsə, cümlə üzvləri ilə bağlı daha çox sual nümunəsi görmək istəyirsinizsə, mütləq fikirlərinizi rəylər bölməsində qeyd etməyi unutmayın. Sağ olun, salamat qalın.